Salam əziz dostlar. Bəqərə surəsinin 3-cü ayəsi haqqında Əhl-i Sünnə alimi görün nə deyir. Deyir ki, əxrəcə Əllamətul Hənəfiyyə. Hənəfi alimi Əl-Mir Muhammed Salih Ət-Tirmizi. Bu adam. Əl-Məruf Əl-Kəşfi. Kəşfi adı ilə mərufdur. Deyir. Harda deyir? Fi mənaqibihi. Mənaqibində, öz mənaqib kitabında Əl-Mənaqib Murtəzəviyyə Lil-Miril Kəşfi adında kitabdır, səhifə 119-da. Deyir, qal. Deyir, bu ayə haqqında. Hansı ayə? Bəqərə surəsinin 3-cü ayəsi. Əl-ləzinə yu'minunə bil-qaybi və yuqimunəs-salətə və mimmə razaqnahum yunfiqun. Onlar o kəslərdirlər ki, qeybə inanırlar, namaz qılırlar və onlara verdiyimiz ruzidən nəfəqə verirlər, zəkat verirlər, sədəqə verirlər. Qalə əntirazil muhəddisin. Həmin o adam deyir, kəşfi deyir ki, bəs mühəddislərin görkəmli şəxsiyyətlərindən olan Əl-Hafiz Əhməd ibn Musa ibn Mərdəveyh. Bu adam harda deyir? Qalə fi həzihil ayə. Bu ayə haqqında deyir. Həmin bu ayə haqqında oxuduğumuz ayə. İnnəhə, həmin bu ayə nəzələt fi əmiril müminin Aliyyin kərrəməllahu vəcəhə. Bu ayə nazil olub möminlərin əmiri Əli əleyhissalam haqqında. Bunu deyir. Harda? Mənaqib Murtəzəviyyə Lil-Miril Kəşfi. Bəziləri biri şərh yazmışdı ki, bəs Əhl-i Sünnə alimi elə qələt eləməz. Bundan qabaqki videolarımda belə bir şey yazmışdı ki, qələt eləməz. Niyə elə deyirsiniz ki, Əhl-i Sünnə alimləri daha çox Əhl-i Beyt əleyhissalamın müdafiəsində Əhl-i Sünnə alimlərinin rolu misilsizdir. Niyə elə deməsin ki, əgər Əhl-i Sünnə alimləri Əli əleyhissalamla düşmən deyil ki, daha da onlar əksinə daha da onu tərifləyiblər, onun fəzilətlərini yayıblar, gizlətməyiblər. Sağ olsunlar. Onlar da həmçinin sizdə. Qeyd edeyim ki, mənfi rəylər yazanlar, onları mən siləcəm o rəyləri. Sağ olun.